sərvətli xeyir olsun. Xoş gəlmisiniz. Sağ olun, var olun. Bayramınız da mübarək olsun. Sizinlə bayram, bütün bizi izləyənlərlə bağlı. Çox sağ olun, var olun. Biz hal-hazırda İsmaildayıq. Vahid əmi də mənim atamın dostu olub. Neçə illər, bir sözlə mən İsmailda ilk motosikl deyəndə Vahid əmi yadıma düşür. Və Vahid əminin də motosiklı mən uşaqlığımdan bu motosikildən atam da gedib, gəzib, nə bilim, mən də gəzmişəm və s. və ilə. Ona görə bu mənim üçün çox dəyərli motosikildir. Həmçinin Vahid əmi mənim üçün çox dəyərlidir. Ona görə Vahid əmi neçənci ildən sizdədir? Nədir bu modeli, nədir bir insanlar az da olsa məlumatlansın? Ukrayna Respublikasında Kiyevdə buraxılan motosikildir. Dnepr 11 adlanır. Dnepr 11'dir bu. 1985-ci ildə almışam bu motosikleti. 40 ildir ki, yəni yoldaşlıq eləyir mənlə, hər işimə yarayır. Bütün təsərrüfat işlərimi yəni ki, bununla görürəm. Əlavə qoşqusu da var bunu yük daşımaq üçün. Arxadan, bəli. Arxada əlavə qoşqusu da var. Ağır yük taxılca da parmağa, nə bilim, ot gətirməyə, yəni nəsə belə şeylərə çox yararlıdır. Yəni neçə ildir motosikl sürürsünüz? 40. Bunu 40 ildir sürürəm. Hə, bunu 40 ildir. Ondan qabaqda bir 2 ildə 2 təkərli Minsk təcrübə deyirəm sizə. Yəni ondan oynası çox möhtəşəmdir. Çox sağ olun, Allah sizə də can sağlığı versin. Ümumiyyətlə belə deyim də, motosikl bir sevgidir də. O indi hər adam başa düşmür. Hamı elə bir ki, maşın belə. Yox, maşın mənim işimə yarayan bir şey deyil. Yoxsa avtomobil almaq elə bir şey deyil. Bəli, bəli. Amma ki, bu mən təsərrüfatçıyam, sahələrə gedirəm, əkin sahələrinə gedirəm, nə bilim, meşəyə gəzməyə gedirik. Ümumiyyətlə mal heyvan saxlayıram, onun otun, yemin daşımaq üçün. Yəni bu mənim üçün çox sərfəlidir. Çox sərfəlidir. Bir dəqiqənin içində ürəyin işləyən işini alırsan, gedib gəlirsən. Təkcə taksi çağırmırsan. Yəni çox sərfəlidir. Bəli, bəli. Sərfəlidir. Məsələn, mən buna şəhərə, tutaq ki, şəhərə heç vaxt çıxmıram, getmirəm. Yəni şəhərə gedəndə, işim olanda taksilərlə gedirəm, gəlirəm. Amma bu mənim təsərrüfat texnikamdır. Təsərrüfatda istifadə edirəm yalnız buna. Bir dənə şey deyim, əsasən bu gənclərimiz motosikla çox həvəs sarır da indi. Bu gənclərə nə tövsiyə edirsiniz? Neçə illərdir motosikl sürürsünüz də, riskini də bilirsiniz, hər şeyi bilirsiniz. Nə tövsiyə edirsiniz? Bilirsiniz, belədir. Mən tövsiyə edərdim onlara həyatda tələsməsinlər. Bunun sürətin 200 də qoya bilirlər, 150 də qoya bilirlər. Məsələn, bu 140 gedir. Amma onu mənə deyirlər ki, sən onu 140 sürmürsən, mən onu heç vaxt 140 sürmək arzusunda da olmamışam. Çünki o elə bir texnikadır ki, yəni texnika elə bir şeydir ki, onu sən necə idarə eləsən, o çox ağıllıdır. Ona dur deyirsən, durur, get deyirsən, deyir, dön deyirsən, dönür. Yəni, arzu eləyərdim ki, gənclərimiz gəncdirlər, düzdür, həvəslidirlər. Amma onlar o sürdükləri texnikanı həmişə səbirlə, təmkinlə sürsünlər. Hər şeyi gözləsinlər. Mənim motosikletim var, mən bəs sürüm kiminsə yanından, necə deyirlər, təvəzzökarlıqla keçim yox. Amma özləri üçün onu bir dost, yardımcı kimi bəyənib, eləcə də ondan istifadə eləsinlər. Heç vaxt sürət, o özdə bunlarda indi məsələn 3 təkər var, o motosikletlərdə məsələn 2 təkər var. Onların, yəni Allah eləməmiş, qəza söhbətində onun tamamilə çətindir, onun Allah heç kəsə göstərməsin, çox çətin fəsadlar baş verə bilər. Hər halda, lap 4 təkərisində də, nə bilim, uçanlarda da həmişə ehtiyatlı olmaq lazımdır. Allah hər kəsin nəzərində saxlasın, Allah xətadan, bəladan qorusun. Yəni, elə, kəndlər lovğalanmasınlar altındakı motosikletlə. Onları aparan odur. Amma onları tez gedən odur. Həyata tez çatdıran, harasa məqsədə tez çatdıran onların səbridir. Doğrudur. Allah sizdən razı olsun. Çox sağ olun. Allah can sağlığı versin. Allah sizə də can sağlığı versin. Çox xoş oldu ki, sizi gördüm. Siz mənim həm də atamın dostusunuz, ona görə mənim üçün çox dəyərlisiniz. Çox sağ olun. Var olasınız ki, çox sağ olun. Vaxt ayırırsınız mənə. Biz də sizi həmişə sevirik. Bəzən görsən, izləyirik də sizin bəzi o çəkilişlərinizi. Allah sizdən razı olsun. Çox sağ olun. Allah razı olsun. Bugün gedirik. Nə var ağlı söhbətdə, ay Allah. Lulkamız da böğrümüzdə. Deməli, motosiklın hissiyatım bunu deyim ki, birinci olaraq burada, ay nə bilim, aşarsan, eləyərsən, sürətli gedib dönmədikcə aşma ehtimalın sıfıra bərabərdir. Yəni, ən azından belə bilirik. Belə hissiyat olaraq çox qəribədir həqiqətən və bu motosiklın ən böyük üstünlüyü bilirsiniz nədir?
Bu mototsiklin zadnısı da var. Salam aleyküm. Bu mototsiklin zadnısı da var və mən buradan indi bunu döndərəcəm yavaş-yavaşdan. Və görürsünüz rahat da dönür özdə. Fərqi də yoxdur amma hop. Hop. Biraz muftada çox çətin ayırır. Daha da çox rahat ayırır. Çətini öyrəşənə kimi də birinci öyrəşdim pis. Dizünlə tutmaq zad məntiqini hələ tam başa düşməmişəm. Bax dönəndə ehtiyatlı olmaq lazım. Lülka boş olanda aşa bilər. Ona görə biraz ehtiyatlı olursan, amma çox ləzzət eləyir də. Yəni bilirsən ki, əli də bıraxsan aşan deyil də, daha rahat gedir. Göstərici panelimiz də öz yerindədir. Deməli bunun ən böyük üstünlüyü birisi nədir? Bunun zadnısı da var uşaqlar. Yəni bizim motosikların hansı ki yüksək kub motosikların çoxunda olur. Amma bu neçənci ildir gör, 1980 neçənci ildə. Bunda belə zadnı məsələsi var. Yəni istədiyiniz vaxtı zadniyə verib rahat şəkildə dal-dala gedirsiniz. Çox maraqlıdır da, inanırsınız mən belə texnika minməmişəm ömür boyu. Tormuzun görən nətərdir? Tormuz da qutu kimidir bu arada. Getdi. Biraz muftanı çox yumuşaq ayırır. Ona görə adam çaşır. Amma ümumi baxanda yaxşıdır. Çox ləzzət eləyir bu arada. Həqiqi mənada. Yəni bu arada göstərici panelimizdə nələr var? Baxaq görək. Sürətlər qutumuzu göstərir. Başqa heç nə göstərmir. Orada işıqlar var, amma nə işığıdır, nədir, nə də ölüb bilmirəm, açığı deyim. Heç xəbərim də yoxdur. Amma maraqlanmaq olar. Çox əladır. Hissiyat olaraq da çox əladır. Qabaqdan maşın gəlir. Atıram birinci skorisə. Biraz sağa çıxacam. O da bunun sağı ilə dal. Bir öyrəşmişəm öz motosiklim ha. Sağı ilə solu başqadır. Bu nəsə adama qəribə gəldi. Yapışamıram buna hələ. Buradan bir dənə abratka eləyək. Buradan bir dənə yavaş. Bir də tormuzda çox gecik tormuz, qabaq tormuz yerə bil. Dana biraz ağır deyə başa düşürsünüz gör neçə ilin motosiklidir. Bu hələ normalda məsələ gedirsən nəsə motosikl alırsan, görürsən ki motosikl çezib də o qaqam görürsünüz top speed eləyək. Bir dənə top speed. Bu motosikilların ən mənfi cəhəti birisi nədir? Bunlar dönəndə sağ tərəf boşdur deyənə çox sürətli dönməyə gəlmirlər. Ona görə bu ilə belə eləyib çox sürətli dönmür. Bir də ayağımı qoymağa yeri tapa bilmirəm. Maşallah. Tormuzat hardadır, nədir bilmirəm. Bir də mən öyrəşmişəm sağ tərəf. Mən elə biləm ki mənəm. Daha da lülkanı heç yadıma düşmür ki lülka var yoxsa yoxdur. Bir dənə buradan bir dənə latoka girdik. Girdik daha öncə. Latok mu qalar denən? Yavaş-yavaş gedirik dana. Həqiqətən də çox maraqlı hissiyatdır. Bu motosikilların ən böyük üstünlüyü odur ki, bunlar yolsuzluq motosikildir. Bir sözlə hər yerə gedir. Burada biraz sürəti azaldaq. Burada tormuz biraz şeydir ha. Tormuzu bilmirəm, bəlkə də öyrəşməmişəm yenədir. Çox tırt gəlir mənə. Hop. Bir də 1-2 skor sürətlər qutusunda göstərmir deyənə. 1-2-də hardadır bilinmirəm. Bilə bilmirəm tam. Amma o ilə belə yaxşıdır yəni. Yaxşı da gedir. Bu arada görək tormuzu nətər. Tormuzu biraz zəifdir elə bil. Elə hiss edirəm. Amma motosikl olaraq çox yaxşıdır bu arada. Söndü. Bunun ruçnoy adı yoxdur əmi? Skor isə saxlı. Var həqiqi? Boy. Deməli maraqlı bir şey deyim sizə. Yox, bax buradakı da şey hə? Bu ruçnoydur. Bax bu pedal basılanda. Ha. Bax belə fırlatırsan, dayan. Ha, tormuzu basılı saxlayır. Tormuzu ayağınla tormuzu basırsan, bax bu fırlanır, bax. Ha, tormuzu basılı saxlayır. Eləyib. Ben yönümdə. Ha, bildim. Yo, əziyyət çəkmə.
Bir də bax burada gördüyünüz isə bu isə şeydir. Arxa-arxaya zadnıdır. Yəni məsələn getdin bir yerdə dayandın. Hə, bastın onu. Belə eləyib, burada bax bunun yeri var. Hə, bildim. Rıçaq kimidir elə bil. Bax görsən keçir aşağı. Ha. Hə, bu orada ucunda olan şey var. Belə Hə, tormuzu kilitləyir, saxlayır elə. şeydir. Çünki Hə. o tormozdan kimi aşırı notası. Lülkanın da tormuzu var. Bəli, var idi. İndi daha yox. Hə, sökmüsən. Hə, bunun da bir dənə ən çətin orta problemi odur ki, bunu yerindən elə bir ki, istəsən ki, Ha. eski dönüb gedəsən, görür. Aşır hə, hə. Gedəndə də elə döngədə riski girsən aşır. Sola, hə, bu bir təkər üstündür. Bunu qaldır, sür getsin. Elə bir balada belə qalxır bir təkər üstündə. Hə. Amma bu yana yox. Bu yana Ha. eşir, fırlanır yerində. Burada amma adam otursa yəqin biraz təsir eləyər. Yox, aşır deyəndə bu elə aşmır. Hə, hə. Elə aşır. Qalxır da biraz. Risk, hə, məsələn üçün belə sərt pillələrdə çox Ha. diqqətli getmək lazım. Çünki bir də tak deyən kimi qalxır da, yəni o lülka tərəfə o qədər Hə, bildim. sağa pavrot bunda, yəni çox ehtiyatlı olmalı. Hə, bildim. Yəni 300 kilo buradır. Burada boşdur da istər-istəməz. 250 burada elə bir şey 50 kilo da budur. Hə. 60 kilo budur nə qədər. Polnu bir 200 kiloluq kimsə oturdurub sürmə. Var, burada. Ha. Burada mən otururdum, Xamid. Orada məsəl üçün ya Cavid müəllim otururdu, ya Xamid orada otururdu, Ehsan burada otururdu. Vay tamam. 4 nəfər. Ha, 4 nəfər. 4 nəfər. O 2 dənə it, tüfənglərimiz. Ova gedəndə o vaxtı. Hə. Ha. Əmcan çox sağ olasınız. Allah sizdən razı olsun. Var olasınız. Əziyyəti Bir də bir sənə bir var olun vallahi. Sizin özünüz varlığınız bəs elə mənə çay da verdiniz, şey dediniz. Mən bu səmimiyyətiniz bəs edir mənə elə. Var olasınız. Allah sizdən razı olsun. Allah sənə də can Həm də güvənib motosikla verdiyinizə görə, sürdüyümə görə çox sağ olun bir daha. Allah səni qorusun. Cümləmiz inşallah var olasınız. Allah razı olsun.